Bugün mən sizə kiftə hazırlamayımı göstərəcəm. Yəni görün kiftələri hazırlamışam, quruq eləmişəm. Yenə də bir bişirəndə bir dəfə də quruq əlimdə eləyib suya tökəcəm. Yəni bu kiftəmizə nə bilim, dana ətidir, istiotdur, duzdur, sarı kökdür, nanədir və quru alça. Bax belə bir quru alça. Bunu da Azərbaycandan gətirmişəm. Kiftəmizin içinə qoyuruq. Mən alçanı biraz çox qoyuram. Adam var 1-2 qoyur, amma mən 3-ünü qoyuram. Əlimdə belə bir qəşəng fırladıram, quruq eləyirəm belə. Çox gözəl dadlı olur. Bunun pişmək qaydasında mən sizə öyrədəcəm. Mənim sevimli dostlarım, əziz dostlarım, kanalıma abunə olmaya yaddan çıxartmayın ki, mən sizlə canlıya girə bilim. Mənim əziz dostlarım, görün necə də gözəl, möhtəşəm bir kiftə alınacaq. İndi bunun pişmək qaydasında mən sizə göstərəcəm və hazırlama qaydasında sizə göstərdim ki, nə etmək lazımdır. Yəni ətə istiotun, duzun, yağın, sarı kökün, yumru düyüsün, hər şeyi nanəyə qədər vurub qarışdırmaq lazımdır. Sonra əldə onu şarик kimi qurub düzəldirsə, eləyirsən kiftə. Bu olur Bakı kiftəsi. Əziz Bakılılar, Azərbaycanlılarımın gözəl nemətidir, bu gözəl yeməyidir. Dostlar, kiftəmiz hazırdır. İndi mən bunu çəkirəm tarelkaya. Görün, necə də gözəl. Kiftəmiz çox gözəl, möhtəşəm, rəngi də gözəl, özü də gözəl. Çox qəşəng, çox şəffaf suyu da baxın görün necə gözəldir. Möhtəşəm bir kiftə. Sizə də tövsiyəm odur ki, bişirin. Qəşəng dadlı kiftələr belə nuş eləyin. Şimdi bunun üstünə quru nanə əlavə eləyəcəm dostlarım. Quru nanə. Yəni bunu adətən quru nanə ilə yeyirlər. Əsl Bakı kiftəsidir. Bir də noxudun əlavə eləyəcəm. Bir də noxudun. Görün necə də gözəl, necə də şəffaf, qəşəng, təmiz. Bu bizim gözəl kiftəmiz. Buyurub qonaq gələ bilərsiniz. Kanalıma abunə olmayı unutmayın. Sağ olun.